Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, biz bu günlərim Çağdaş Təhsil komandası olaraq bu günlərim çox gözəl bölgəmiz olan Oğuz rayonundayıq. Oğuz rayonu hər zaman qonaqpərvərlər, ziyalıları ilə, görkəmli şəxsiyyətlərlə sevilirdi. Bugünkü gündə biz gözəl bir müəlliməni sizlərə təqdim etmək istəyirik. Həyatımın təhsilə fəda edilmiş müəllimlərdən birini sizə təqdim etmək istəyirik. Düzdür, bu kətdə mən bu rayonda ümumiyyətlə dəfələrini olmuşam. Hər dəfə gözəl elektrik müəllimləri də çəkmişik, təqaüddə olan müəllimləri də çəkmişik. Tənqid də çəkişlərimiz olubdur və elə bu yaxınlarda, elə bu günlərimdə biz vətənpərvərlik mövzusu söhbətlər apardıq. Bir neçə nəfər müəllimimiz vətənpərvərlik istəyəndə cavab vermədilər. Nəsə, onlar haqqında əlavə məlumat növbət çəkişlərimizə görəcəksiniz. Biz bu günlərin qabaqçı və nümunə əməllərdən birini sizlərə təqdim etmək istəyirəm. Həyatımı təhsilə fəda vermiş, canımı təhsilə fəda vermiş müəllimi sizlərə təqdim etmək istəyirəm. O müəllimə, buyurun müəllim, adını soyadınız? Vəliyeva Vəfa Firdovsi qızı. Çox gözəl. Vəfa müəllimə, təhsil sahəsində neçə ildir çalışırsınız? 40 ilə yaxındır. Çox gözəl. Hansı sənət tədris edirsiniz? Azərbaycan dil və ədəbiyyat. Çox gözəl. Deyir, bir dövləti məhv eləmək üçün onun dilini almaq lazımdır. Əlbəttə ki, Azərbaycan dilimizin zənginliklərini, ədəbiyyatımızın zənginliklərini, Nizami Gəncəvini, Füzulini şagirdlərə 40 ildir təbliğ edən və tədris edən müəllimə tanıdıq, Vəfa müəllimədir. Hansı məktəbdə işləyirsiniz müəllimə? Oğuz rayon Dəmirdə tam orta məktəbində. Dəmirdə tam orta. Çox gözəl. Və biz də sizə öz adımızdan sağ ol deyirik, dərin təşəkkürümüz deyirik. O gün olsun ki, inşallah ən yüksək adlara layiq görüləsiniz, hər zaman vətəniniz başınıza eləyəsiniz. Biz də sizdən bazı gözəl işlərə gəlmişik, gözəl çəkiliş eləməyə gəlmişik. Bəli, hörmətli izləyicilərimiz, müəlliməni hər kəs tanısın. Müəllimə təhsil məktəbdə Azərbaycan dili ədəbiyyatı fənni deyil, həm də şagirdləri vətənimizi sevməyə, bayrağımızı sevməyə, dövlətimizi sevməyə təbliğ edirdi. Və o cümlədə müəllimə gözəl anadır, gözəl həyat yoldaşdır. Müəllimə, həyat yoldaşınızın adı nədir? Vəliyev Rasim. Rasim bəy də bizə müəllimə haqqında gözəl sözlər bildirdi. Bildirdi ki, müəllimənin təhsil sahəsində uğur qazanması bizim də fəxrimizdir. Əlbəttə ki, müəlliməm də gözəl anadır və şagirdlərinə, övladlarına hər zaman gələcəkdə hansı sənətin peşən sahib olmaqlarına baxmayaraq vətənimizin dəyərli vətəndaşı olmağı təbliğ edirlər. Və biz də sizə sağ ol deyirik, dərin təşəkkür edirik. Çox sağ olun. Biz də təşəkkür edirik. Ən yüksək adlara layiq görüləsiniz. Biz də sizdən bağlı gözəl çəkiş edirik. Təşəkkür etmək izləyicilərimiz. Çox sağ olun, minnətdarım.